Salam, mən Den Gibson. Arxeologiya və İslam silsiləsindən növbəti video proqramımıza xoş gəlmisiniz. Bu proqramda sizləri Petra şəhərinin daxilində və ətrafındakı tarixi və arxeoloji faktlara əsasən müəyyən edilmiş müxtəlif İslami məkanları əyani surətdə göstərən onlayn texnoloji vasitə ilə tanış etmək istərdim. Amma bunu etməzdən öncə bir məsələni yadınızda saxlamağınızı xahiş edirəm. Bugün Petradakı yerlərin və abidələrin adları olaraq bildiyiniz bütün hər şey həmin məkanların qədim adları deyil. Petra şəhərinin daxilində və ətrafındakı yerlərin adları əsasən son 500 il ərzində Petra şəhəri hələ dünyanın qalan hissəsi üçün gizli və unudulmuş olduğu dövrdə yerli cəmaət tərəfindən bu yerlər üçün düzəldilmiş adlardır. Dağın içinə oyulmuş Əl-Xəzinə məbədi kimi tanınan abidələr öz adlarını məbədin yuxarı hissəsində gizli bir xəzinə olduğuna inanan insanlar tərəfindən adlandırılıb. Buna görə də bir çox erkən tədqiqatçı və səyyahlar xəzinələrin tökülüb üzə çıxması ümidi ilə onu sındırmağa çalışaraq üzərinə silahlarla atəş açırdılar. Bu isə yalnız fasadın zədələnməsi ilə nəticələnirdi. Qəsr Əl-Bint olaraq tanınan tikilinin adı isə tarix baxımından xeyli əvvələ gedib çıxır. Lakin bu ad belə tikilinin orijinal adı deyil. Həmin tikilinin həqiqi adı müasir dövr insanları üçün çoxdan itbat olub. Petrada olan və qorunub saxlanmış, dövrümüzə qədər gəlib çıxmış ən erkən adlardan biri Bəydadır. Bu, Petranın şimalında yerləşən bir məkandır. Nədənsə həmin məkanın adı olduğu kimi dövrümüzə qədər gəlib çıxıb. Lakin digər adlar sadəcə təsviri xarakter daşıyır. Məsələn, Saray məqbərəsi, Karif məqbərəsi, Küp məqbərəsi, Roma əsgərləri məqbərəsi, Böyük məbəd və s. Bunlar bu məqbərələrə və abidələrə sonradan verilmiş təsviri adlardır. Bunlar o tikililərin orijinal adları deyil. Hətta Petradakı dağların orijinal adları belə bizim üçün naməlumdur. Bugün yalnız yerli bədəvi çöl ərəblərinin istifadə etdiyi adlar bizə məlumdur. Həmin bədəvi tayfaları isə zamanla dəyişib, yeniləri ilə əvəz olunub. Məsələn, zirvəsində Musa Peyğəmbərin vəsisi Həzrəti Harunun məzarı olan dağ bugün Cəbəli Harun olaraq tanınır. Lakin bu ad o dağın qədim adı deyil, orijinal ad naməlumdur. Musa bulağı kimi bəzi yer adlarına gəldikdə isə Musa Peyğəmbərin oradakı qayaya vuraraq möcüzəvi şəkildə su çıxarmasını nəql edən şəxslər tərəfindən həmin məkana o cür ad verilib. Beləliklə o yer tez bir zamanda Ayn-əl-Musa, yəni Musanın bulağı kimi tanınmağa başlayıb. Orijinal ad isə dövrümüz üçün naməlumdur. Əslində, əsrlər boyunca Petra şəhərinin bütövlükdə özü tarixdən silinməyə çalışılmışdı. Yalnız oradakı qədim qəbirstanlıqda yatan yerli sakinlərə məlum idi. İllər ərzində mən İslamın 1-ci əsrinə aid bütün müsəlman məscidlərinin qiblə istiqamətini araşdırmışam. Bu araşdırma nəticəsində mən müəyyən etdim ki, qədim Petra şəhəri İslamın dünyaya yayıldığı ilk müqəddəs şəhər olmuşdu. Siz də İslamın ilk 2 əsrinə aid sonradan restavrasiya edilməmiş qədim məscidlərin qiblə divarının hansı istiqamətə baxdığını yoxlamaq üçün qiblə göstəricisi saytından istifadə edə bilərsiniz. Özünüz də şahid olacaqsınız ki, qədim məscidlərin hamısının qiblə divarı İordaniyadakı Petra şəhərinə istiqamətlənib. Erkən dövr müsəlman mənbələrinin bəhs etdiyi Kəbənin olduğu şəhərin məhz Petra şəhəri olduğunu göstərən çoxlu sayda faktlar tapmaq mümkündür. Amma bunu yadda saxlayın. Həmin şəhərə verilmiş ad olan Petra adı müasir bir addır. Bu ad sonralar Romalılar tərəfindən həmən şəhərə verilib və beləliklə qərb ölkələri Romanın verdiyi bu addan istifadə edib. Lakin Petra şəhərinin tarix boyunca bir çox ad və təsviri olub. Əvvəlcə onun adı Səyir dağı idi, sonralar Rəqim kimi tanındı. Həmçinin Qaya kimi də tanınırdı. Bu, Yunan dilində Petra, ərəb dilində isə Hicr deməkdir. Əslində 2 məşhur böyük qaya var idi, Sela və Petra. Buna görə də bölgə Petraya adlanırdı, yəni 2 qayanın yeri.
Roma vilayəti Arabiya Petriya adlanırdı və bu vilayət Suriyanın Bostra şəhərindən idarə olunurdu. Bostra bu vilayətin şimal hissəsində yerləşirdi. Petra şəhəri Romalılar tərəfindən Hadrianus Petra kimi tanınırdı, çünki bu terimi ilk dəfə o işlətmişdi. Romalılar həmçinin Petra şəhərini imperator koloniyası Antonian adlandırırdılar. Roma imperatoru Blaqabalus təxminən eramızın 220-ci ilində Petraya bütün məskənlərin anası və ya bütün şəhərlərin anası titulunu vermişdi. Quranda həmin şəhər Romalıların verdiyi adın ərəb dilindəki versiyası kimi Ummul Qura, yəni şəhərlərin anası olaraq zikr olunub. Petra şəhəri həmçinin mübarək və nəcib olaraq vəsf olunub. Bu terminlərin hamısı Yunan dilində istifadə olunmuş və Petra sfiktlərində təsdiqlənmişdir. Petranın ən qədim adlarından biri də Bəkkə idi. Bəkkə adı İbrahim Peyğəmbərin dövründə müxtəlif tayfalar tərəfindən həmin yer hələ məskunlaşdırılmamışdan əvvəl Petradakı vadinin adı kimi istifadə edildiyi tarixi qeydlərdə mövcuddur. Daha sonralar təxminən eramızın 600-cü illərində şəhər üçün digər məşhur bir ad Məkkə oldu. Bu məlumat Təbəridən əvvəl yaşamış tarixçi alim Thomas Archeroni tərəfindən təsdiqlənmişdir. O, özünün tarixi qeydlərində bizlərə Petra şəhərinə müsəlmanların Məkkə adını verdiyini açıq şəkildə bildirmişdir. Beləliklə, Kəbənin olduğu şəhər əsrlər boyu bir çox ad, titul və təsvirə malik olub. İslam ədəbiyyatına gəldikdə isə Məkkə adı hər iki məkan üçün istifadə olunub. Məsələn, erkən dövr Məkkə ilə bağlı bəzi təsvirlər bizə bildirir ki, Kəbə Məscidül Həram ərazisinin bir küncünə yaxın məkanda inşa edilmişdi və Hicri İsmail yarımdairəsinin divarı Kəbənin təvaf edildiyi sahəni bütöv şəkildə əhatə edirdi. Bunu Petrada açıq-aşkar görə bilərik. Petradakı orijinal Kəbə Petranın mərkəzindəki geniş sahənin bir küncündə yerləşir və Hicri İsmail yarımdairəvi tikilisinin divarı İsmail Peyğəmbərin qəbrinin ətrafında yarımdairəvi aypara formasında bükülür. Həzrəti Muhammədin vəfatından 60 il sonra Zübeyri xanədanının başçısı Abdullah ibn Zübeyrin zamanında uzun müddət davam edən dini siyasi çəkişmələrdən sonra Abdullah ibn Zübeyr Petradakı Kəbəni yerlə bir etdi və daha sonra Səudiyyə Ərəbistanındakı indiki Məkkənin yerindəki çöllükdə yeni Məkkə şəhəri yaradıldı. Qaradaşı öz yaratdığı yeni Məkkəsinə gətirdi və yeni Hicri İsmail yarımdairəvi tikilisinin divarını Kəbə quruluşuna birləşdirilmiş formada yenidən inşa etdirdi. İndiki Məkkədəki yeni Kəbə Petradakı qədim Kəbədən fərqli olaraq Məscidül Həram sahəsinin bir küncündə yox, düz mərkəzində inşa olundu. İslam ədəbiyyatında hər iki yer Məkkə adlandırılır. Məhz bu məsələ tarix boyu insanları çaşdıran amil olmuşdu. Beləliklə, bugün insanlar mənə Quranda Petra adını göstərməyimi istəyəndə, mən onlara yalnız Petranın digər adlarını göstərə bilirəm. Məsələn, bütün məskənlərin anası mənasını verən Ummul Qura, mübarək şəhər, Bəkkə vadisi, Məkkə və s. Həzrəti Muhammədin zamanında yaşamış erkən dövr müsəlmanlar Romalıların 400 il əvvəl Hadrian tərəfindən Kəbənin olduğu şəhərə verilmiş ad olan Petra adından istifadə etmirdilər. Əvəzində Məkkə və Bəkkə kimi adlardan istifadə edilirdi. Ona görə də Quranda və hədislərdə Petra adına rast gələ bilməzsiniz. Məscidül Həram ərazisinin xaricində bir yer var idi. Hansı ki, hədislər bizə bildirir ki, Muhammed Peyğəmbər həcc ziyarətinə başlamazdan öncə orada qüsül və dəstəmaz alardı. O, bu yerdə qalmağı sevərdi. Bu yer Ciranə adlanırdı və orada bir su bulağı var idi. Həmin bulaq Əl-Əqsa adlanırdı. Beləliklə, Petranın qədim yerlərini sizlərə göstərmək üçün hazırladığımız onlayn platformanı işə saldığımız zaman sol aşağı küncdəki bir bələdçi görəcəksiniz. Bələdçidəki ilk məkan Ciranədəki Əl-Əqsadır. Burada bir fotoşəkil var.
Oxlara klikləyərək bu məkanla əlaqəli bir neçə foto şəkilə baxa bilərsiniz. Yadda saxlayın, araşdırmalarımızın nəticəsi olaraq qədim məkanların müasir beyk koordinatları əsasında hazırlanmış bu məlumat bazası hələ inkişaf mərhələsindədir. Buna görə də qarşıdakı aylarda bəzi yeni əlavələr də görə bilərsiniz. Çünki araşdırmalarımız getdikcə dərinləşir. Dediyimiz kimi, keçmişdə həcc ziyarətinə gedən yolun başlanğıcı Petranın kənarındakı Ciranədə yerləşən, Kəbəyə məsafəcə uzaq olduğu üçün uzaq mənasını verən Əl-Əqsa bulağı ilə başlayırdı. Daha sonraki məkanlar isə ziyarət marşrutu boyunca sizi Petra şəhərinin daxilinə doğru aparır. Daha sonra isə İslam tarixi baxımından mühüm hesab edilən digər yerləri xəritədə araşdıra bilərsiniz. Ya da sərbəst şəkildə gəzib, onları özünüz nəzərdən keçirə bilərsiniz. Bu məkanların hər biri üçün erkən İslam mənbələrindən sübut olaraq ən azı bir stat əlavə etməyə çalışmışam. Bəs həmin məkanlar hansılardır? Ciranədəki Petranın mərkəzinə nisbətdə uzaq olduğu üçün uzaq mənasını verən Əl-Əqsadan başlayaraq, Petradakı Kəbəyə nisbətdə yaxın olduğuna görə yaxın mənasını verən Əl-Ədnaya keçirik. Əqsa bulağında Həzrəti Muhammed də daxil olmaqla əsasən kişilər yunub qüsül alardı. Ədna bulağında isə həcc ziyarətindən öncə əsasən qadınlar yuyunardı. Hədislərə əsasən Peyğəmbərin zövcəsi Ayşə öz ziyarətinə bu nöqtədən başlayardı. Bu yer Məscid-ül Hərama, Əqsa bulağına nisbətdə daha yaxındır və qadınlar ziyarətə başlamazdan əvvəl burada yunardı. Nisbətən uzaqdakı Əqsa bulağından gələn kişilər ya qadınları Ədna bulağında qarşılayardı, ya da qadın qrupları Ədnadan çıxıb Petranın mərkəzinə gedəndə kişilərin dəstəsi orada onları qarşılayardı. Üçüncü yer ziyarətin birinci gününün xəritəsidir. Sarı xətt şəhərə doğru 7-8 kilometrlik yürüşü, Kəbənin ətrafından keçidi və sonra Mina vadisi istiqamətini göstərir. Marşrutun haradan keçdiyini görmək üçün xəritəni sürüşdürə bilərsiniz. Gəzintimizin dördüncü məkanı müqəddəs əraziyə girişin işarəsi olan Məscid-ül Həram sərhədini göstərən işarə sütunları, yonulmuş qayalardır. Fotoşəkillər arasında keçid edin, sonra isə müqəddəs ərazinin sərhədlərini təsvir edən mənbələri oxuyun. Qeyd edək ki, şəhərin hər tərəfində, xüsusən də müqəddəs ərazinin müəyyən girişlərində təxminən 20 belə böyük kvadrat blok mövcuddur. Əgər Qurandan, hədislərdən və ya tarix kitablarından işarə daş blokları haqqında daha çox faktlar bilirsinizsə, bizə bildirin. Biz onları araşdırdıqdan sonra öz məlumat bazamıza əlavə edəcəyik. Beşinci məkan cahiliyyə dövründə müşriklər üçün mühüm hesab olunmuş bir yeri göstərir. Bu, Nəbati tacir ailəsinə məxsus bir tikili idi və yuxarı məqbərədə Misir üslubuna bənzər tikinti, aşağıdakı yemək zalında isə Yunan üslubuna bənzər bəzəklər mövcuddur. Daha sonra bəndin 2 fotosu verilir. Əvvəlcə Məscid-ül Həramın sərhəddini göstərən başqa bir daş işarə, sonra isə solda bəndin özü. Bu bənd sel sularını şəhərin mərkəzindən uzaqlaşdırmaq üçün mühüm idi və qayaların içindən oyulmuş qısa bir tunel vasitəsilə suyu şimala doğru aparırdı. 7-ci məkan bizi dağın içindən keçən dar keçidə, yəni saniyəyə aparır. Mən sizi məlumat bazasındakı bütün məkanlarla burada tanış etməyəcəm, çünki onların sayı 50-dən çoxdur. Ətraflı məlumat üçün özünüzlə nəzər sala bilərsiniz. Mən məlumat bazasında daha çox faktları, eləcə də qədim təsvirləri paylaşacağam ki, Petranı yeni bir baxışla görə biləsiniz. Beləliklə, həm cahiliyyə dövründə, həm də Həzrəti Muhammedin zamanında orijinal Kəbə və ilk həcc məkanı məhz Petra şəhərində olub. Və bugün Səudiyyə Ərəbistanındakı Məkkə ətrafında olduğu iddia edilən bütün həcc məkanları əslində sadəcə plagiatdır və Petradakı orijinal məkanlardan kopyalanaraq
sonrakı dövrlərdə inşa edilib. Qaradaş Səudiyyə Ərəbistanına köçürüldükdən və indiki Məkkədə yeni Kəbə inşa edildikdən sonra insanlar Səudiyyə Ərəbistanındakı Məkkə ətrafında Petradakı həc məkanlarına uyğun gələ biləcəyini düşündükləri yerlərə həc məkanlarına aid adlar verməyə başladı. Lakin siz məlumat bazamızı araşdırsaz, Petradakı həc məkanlarının orijinal koordinatlarına şahid olacaqsınız. Hamısı Petradadır. Zəmzəm, Hira mağarası, Kəbə, Ərəfat dağı, Muzdalifə, Mina vadisi, İslamiyyət gəldikdən sonra məqam-ı İbrahim olaraq istifadə edilmiş, keçmiş Düşəra məbədi, hətta Cəmərat, yəni şeytan daşlama üçün olan sütun və onu əhatələyən sahədə Petra şəhərindədir. Siz Muzdalifəni və erkən məbədlərdə adı çəkilən bütün yerləri Petrada tapa bilərsiniz. Bunlarla paralel cahiliyyə dövründə müşriklər üçün mühüm olmuş yerlər, eləcə də Muhammed Peyğəmbərin həyatı dövründə bu ərazidə yaşamış xristian əhali üçün əhəmiyyətli olan bəzi məkanlarında şahid ola bilərsiniz. Mən Dan Gibson və bu arxeologiya və İslam silsiləsindən növbəti video proqramımız idi.